Hoş gördük. Hoş gördük. Bu size çatacak Musab sayıcı. Bu da haklısın. Sağ ol. Aho, hoş gördüksen Şirbala. Ne var ne yok? Sağ ol, sağ ol. Al. Universamın süt payını yubatma. Baş üstüne. Salam ale salam. Salam. Mənə bax. Al bunu. Toğukları biraz tez gönder. Baş üstə. Klandan dala kalmışam. Oldu. Bildin? Şef, sanitar həkimlər gene gəliblər. Cehenneme gel bana, bensiz yola salabilmirsiniz. Hele dərd ola. Bunların əlindən işləmək olmur da can. Salam aleyküm. Aleyküm salam. Bağışlayın. Mənə bax, bilirəm qarnınızın ağrısını demişəm. Mavin suyu yola salacaq. Sağ olun. Şirbala Bəli. Samet, uşaq fondundan gəlib. Yenə bax. Rədd ol buradan anasını oxşamı. Al gel bu lanetdən apar buradan da. Mənə bax, tez elə pulu ver. Alverişi solmaza hallar gəlib. Sən öləsən, verməsən, uşaqlar acılıq elan eləyəcəklər. Aa, doğru. Kudurganlığa bak ha. Dünyanın az yavaş vaktinde. Bu da başlayayım siyasetle meşgul olmağa. Kül başı. Aa! Bəs sən nə bilmişdin? Sən öləsən, sənə deyirəm, tez elə pul ver. Deyirəm ki, bibim Bilgeyz'in yoru çatlıyaydı. Senin mene çalıyan yerde. Ha yorma yor kızı, yorma yor. Seni mene çalıyan yerde. Al hey, al. El çeken değilse, al. Əzizim, bu pula heç nə almaq olmaz. Çatmır, yenə ver. Ay Allah. Allah. Allah Allah. Ay başıma. Ay öldüm. Ay öldüm. Bir de şunu hamısını götürmemem değil. Ölməzsən, canın çıxar. İşləyib qazanasan, uşaqlar ardımca. Ay. Ben bilirsin. Atama ne? Atama ne dün bilirsen. Bu nədir? Aha, hiç görmürəm seni. Hoş gelmişsin. Kimsənin başıma bu oyunu açıb? Ne bileyim o uşaq fondundan gelmiştiler. Allah. Əyləş. Əyləş Çox sağ ol. mənim, əyləş. O kadar fond yaradıblar ki, bilmirsən bunların elinden başı yuxarı Hər götürüb gün sənin başıma belə oynasalar da səndə can qalmaz ki. Qalmayıb da can qalım ki. Əsəbləşmə sən Allah. Əsəbləşdirirlər. Hər gün sən işdəsən, tanış olandan bircə dəfə olsun üzümü görməmişim. İmkan verirlər ki, üzümü görəsən Nazlı. Şirbalaşı, Ay can. bir söz desəm, inciməzsən. De gülüm. Bilirsən, mən sənin yanıma öz dərdimlə gəlmişəm. Ne dert? Sen ne derdin olabilir? Sən Allah inciməzsən. Bu ne demeydi? İstəyirsən 5 söz de. İncimərəm de. Şirbalaşı, Ay can. bilirsən, vallah, Nə? vallah gecə gündüz fikir eləyirəm. Hı? Heç özümə gələ Ne bilmirəm. şuna? Fikirləşirəm ki, sənin kimi gözəl insan, mehriban, səmimi insan, maraqlıdır. Niyə indiyəcəm belə? Ne? Su Baykalı. Qadası, gözəlim, keç otur. Mən nə bileydim ki, mələklər
20 ildən sonra səni alternatifsiz mənə namizət göstərəcəklər, hə? Bilirsən, Nə? eri işləri körləyən budur da. Qorxuram ki, qardaşlarım bilsə. Bizim yaş fərqimizi. Nə olsun? Mənim başım oyun açarlar. İxtiyarları yoxdur. Vallahi ixtiyarları yoxdur. Ha, onlar kimdir? Sevgi azaddır. Bir de belə söz danışma günən. Niyə? Vallahi səni mənə verməsələr öldürərəm özümü. Doğrudan? Ha, kakşı. Deməm acanı. Babacanı. Yaş. Balaşqı bura gəl. Bilirsən, bizdə əsas dayımdır. Dayımı da mən razı salmışam. Əla. Üstəlik bizimki putovka düzəldir. Bilirsən ara? Ne, o Pavolki. Niyə? He. Aralıq dənizinə. Ha, dayıma qurban olum mən. Eşeğiyle şey olmuş olsa bilirsən ne olar? Mən ömrümdə birinci dəfədir belə seyahətə çıxacağım. Can ay dayı. Şirbal Aslanoviç, həkimlər sizi tələb eləyirlər, əl çəkmirlər. Of. Hə, balağa. Buraya gel görüm hadi. Mən sənə çağırmışam ya bunları. Hə? Sənə demədim bunları yola sal, razı getsin. Sən nə qanmaz adamsan, hə? Görmürsən mənim əlimdə işim var. Götürün. Aparın, bölüşdürün. Nə baxırsınız? Götürün də. Nədir? Azdır o. Hə? İndi xoz raşatdayıq. Şirbal Aslanoviç. İstəyirsən laf öz raşata keç. Sonra. Bilirsiniz, universamda milçəklər uçur. Milçəklər çox həyasızlaşıblar. Şirbala Aslanoviç. Dərman alıb vuracaq da. Dərmanın işi olmaz. Neyniyək? Ne dərman salmışsan? Pa at ondan sən. Neçə ilin ticaretisən, hə? Sən başa düşmürsən ki, milçəklər gəlməyəcək. Amma bunlar gələcək, bəli. Sıçanlar yeməyə bir şey tapmayacaq. Amma bunlar tapacaq, bəli. Mən ölüm. Hipokratın canından dişimlə də. Almasalar gedən deyil. Mənə bax, həşəratlar bilər, mən bilərəm. Götürün, hoş gəldiniz. Vəssalam. Bəli, maşın göndərin gəlsin aparsın. Əki, gənçsiz kiçiyimiz, o nə deməkdir? Sağ olun. Şirbal Aslanoviç, ya насчет kontrakta. O da sən gene gəldin. Şirbal Aslanoviç. Ağaz, sənə deməmişəm bunu içəri buraxma. Atam, qardeşim, istəmirəm. Adı istəmirəm də. Necə yəni istəmirəm? Axı mən bunun üzərində 2 ayda işləyirəm. Bir daxı sizi üçün 600 manat nə puldur ki? Hadi mənə xoş gəldin. Xoş gəldin, yox, xoş gəldin. Necə yəni xoş gəldin? Bəs mənim zəhmətim? Bacım zəhmətimi kim ödəyəcək? Abalam, xoş gəldin deyirəm.